Sual verilir ki, cinlərdən qorxmaq lazımdır. Mən o haqda işləndə özümdən asılı olmur, qorxuram. Bunu necə dəf edə bilərəm? Zikirlər edirəm, yenə qorxu qalır. İbn Abbas radiyallahu anhumə deyir ki, iki qaraltının daha qorxağı olma. İki qaraltının daha qorxağı. Çünki diyor, onlar sizdən qorxurlar. Cinlər insandan qorxur. Və ona görə də ondan qorxmağa ehtiyac yoxdur. Və qorxmağa da səbəb insanın yəni əqidəsində, Allaha olan düzgün etiqadında problemin olmasıdır və xüsusən də insanın qədərə inanması, necə ki İbn Qayyim rahimehullah buyurur ki, insanın qədərə inanması onun qəlbindən bütün qorxuları çıxardır. Əgər insan inanarsa ki, həqiqi olaraq, necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə buyurur: "Və aləm ennə mə asabəkə ləm yekun liyuxtiək." Bil ki, sənə toxunan səndən yan keçən deyildir. Sənə toxunan səndən yan keçən deyil. Əgər bir şey sənə toxundusa, toxunmalıymış, harda olsan da. Əgər bir şey səndən yan keçdisə, o sənə toxunan deyildir. İnsanın buna yəqin olaraq inanması qəlbindən qorxuları çıxardır. Və həmçinin onlar zəifdir. Hətta Əbu Zər radiyallahu anhu onu tutur və deyir, əli itin əlinə oxşuyurdu. Və deyir ki, nə gündəsiz? Hələ o deyir ki, mən deyir, qövmüm içərisində ən güclüsü mənəmdir. Hələ bu, deyir ki, onlar içərisində ən güclüsü mənəm. Yəni, bu da onu bilir ki, onlar zəifdir. Və xüsusən də onlar tövhid əhlindən, yəni sünnə üzərində olan insanlardan daha çox qorxurlar. Sünnə üzərində olan insanlardan daha çox qorxurlar. Amma kim ki sünnə üzərində deyilsə, xurafatlar üzərindədirsə, yəni onları istədiyi kimi oynada bilirlər. Necə ki, məsələn, insan bilməlidir ki, yəni bir növ it kimidir. Və it necədir? İt elə bir ki, hiss edir. İnsan qorxanda üstünə gəlir. Amma insan qorxmayanda insana yaxın gəlmir. Və ona görə insan yəni onlardan qorxmamalı. Necə ki, İbn Abbas radiyallahu anh'a deyir ki, iki qaraltının ən qorxağı olma. O da bir qaraltıdır, sən də bir qaraltısan. O sənin üçün bir qaraltıdır, sən də onun üçün bir qaraltısan. Deyir, iki qaraltının daha qorxağı olma. Ona görə insanın düzgün əqidə üzərində olması və sünnə üzərində olması. Ola bilər, məsələn, bir insan nə qədər ibadət, zikirlər var, ibadətlər, namazlar, amma onu etdiyi zikirlər, ibadətlər, namazlar sünnə üzərində deyilsə, yəni cinlər onu istədiyi kimi oynada bilir. Amma kim ki sünnə üzərindədir, hətta ibadətlər çox olmasa belə, bidətlərə, xurafatlara yol vermir, yəni ondan qorxur. Cinlər ondan qorxur. Ona görə qorxmağa qətiyyən ehtiyac yoxdur.